Aparıcı Vüsalə Əlizadənin anası Lütfiyə Əlizadənin səhhətində problem yaranıb. O təcili olaraq xəstəxanaya yerləşdirilib. Vüsalə xəstəxanadan anasının fotosunu paylaşaraq ona şəfa arzulayıb. Sən mənim döyünən ürəyim, görən gözüm, gücüm, qüvvətimsən ana. Tez sağal deyə aparıcı qeyd edib. Bloger Aysel Şükürova Azaldan şikayət edib. Bloger ötən gün xaricdən qayıdarkən təyyarədə qorxulu anlar yaşadığını bildirib. O qeyd edib ki, təyyarədə narahat olub və yol boyu qorxudan panik atak keçirdiyi üçün ağlayıb. Uçuş boyu 45 dəqiqə ancaq ağlamışam, qışqırmışam. Elə bil təyyarə yerindən çıxırdı. Panik atakım necə tutmuşdusa, heç cür sakitləşə bilmirdim. Uzun aradan sonra hələ bərbad uçuşumuz olmamışdı. Çox bərbad, təyyarə bərbad idi. Enəndən sonra hələ bu yağışlı havada avtobusa qədər ayaqla gəlmişik. Minənə kimi soğulduq. Bir Allah bilir necə gəldik. Bir sözlə bərbad. Hər dəfə Azala şans verməyə çalışıram. Amma getdikcə hər şey pisləşir. Aysel hava yollarının son günlər etdiyi endirim kampaniyasında pisləyib. Hələ güya 45% endirim ediblər. Dünən soruşuruq, güya 50 istiqamətə endirim var. Soruşduğumuz yer adi vaxt 1400 manatdırsa, indi 1470 manat olub. Gülməlidir sadəcə. Endirim bunun harasındadır? Hələ həmin yerə 600 manata da bilet satırdılar arada.